seçimini Chevrolet Net kampaniyası xüsusi 5500 manata qədər yeni endirimləri və daha sərfəli şərtlərlə davam edir. Bu ilin sonuna qədər Chevrolet Aveo bütün xərclər daxil ilkin ödəniş 2800 manat, aylıq ödəniş isə cəmi 270 manat. Chevrolet Cruze bütün xərclər daxil ilkin ödəniş 3600 manat, aylıq ödəniş isə cəmi 333 manat və manatla leasing. Yeni ilə, yeni avtomobillə uğurlu başlanğıc et. Chevrolet, find new road. Biz avtomobilimizi hər dəfə servisə gətirməliyik, amma biz istehlakçı kimi müəyyən hüquqlarımızı bilmirik. Həmçinin avtomobilimiz servisdə necə qəbul olunmalıdır, onu da bilmirik. Bu dəqiqə biz Babək prospektində yerləşən Performance Center'ın Babək servisindəyik və orada gözləmə zalıdır. Qonaqlar dururlar orada və öz avtomobillərin vəziyyətinə baxırlar. Və servisdə maşın necə qəbul olunmalıdır, necə xidmət göstərilməlidir və istehlakçının hüquqları nədən ibarətdir? Məsələn, yağı dəyişəndən sonra bu yağ qutusunu özündən aparmaq və s. və s. Bütün bunların haqqında bizə Elçin müəllim danışacaq. Elçin Abbasov, Elçin müəllim salam edir. Salam. Gəlin elə, burada daha çox siz danışacaqsınız. Çünki bu maşın, avtomobil servisdə necə qəbul olunmalıdır? Avtomobil servisə qəbul olunarkən onda olan bütün nasazlıqlar qeyd edilməlidir. Müştəri ilə bunlar razılaşdırılmalıdır və avtomobil servisdən çıxarkən tam saz vəziyyətdə çıxmalıdır. Yəni mən yalnız yağ dəyişməyə gəlmişəmsə, mənə yağın dəyişdiyini çıx getdi yox. Yəni qardaş sənin təkərin dəyiridir, ora da mismar batır, burada əyləcin arasında daş qalır. Bütün bunların hamısı mənə deməlidirlərdir. Bəli, tam olaraq yoxlanma getməlidir və servisdən çıxan hər bir adam avtomobilin vəziyyəti haqqında tam məlumatlı olmalıdır. Ola bilsin ki, elə bir problemlər var ki, müştəri deyə bilər ki, mən onu etmək istəmirəm. Mən onu etmək istəmirəm. İmtina edir, o imtina haqqında qol çəkir. O olmalıdır. Bəli, o imtina etməyi haqqında qol çəkməlidir. Çünki sabahları bir problem olsa, niyə dəyişmədiniz, kimi sizin üzərinizə gəlməsinlər deyə. Bəli. Sabah hansısa bir hadisə olsa, o öz məsuliyyətini dərk edərək yola qol çəkməlidir ki, mən bunları etmədim və ona görə də hansısa bir hadisə baş verir. Deməli, hüquqlardan biri, əgər sizdə nəsə nasazlıq varsa avtomobildə, sizə bunu deyirlərsə, siz əgər onu düzəltdirmək istəmirsinizsə, mütləq imtina aktı olmalıdır. Yəni, bu zaman artıq məsuliyyət bölünmüş olur. Yəni ki, qardaş artıq onun üzərində olur. Avtomobil gətirirlər və ilk olaraq burada qəbul olunur. Qəbul ardıcılığında nələr var? Yəni, nələrə baxılır avtomobil? Burada nələrə baxılır? Biz bu qəbulu optimallaşdırmışıq və yoxlamaları da optimallaşdırmışıq və onun üçün xüsusi burada gördüyünüz kimi postlar müəyyən edilir və bu postlarda qəbul olunur. Bu avtomobilin misalında biz baxaq. İlk öncə avtomobilə biz o birinci verilişdə dediyimiz kimi avtomobilə kənardan baxırıq. Biz avtomobilə baxırıq, kirlidir, məsələn, harası cızılıbmı, əzilibmi baxılır və bu dəftərdə qeyd edilir. Belə bir baxışdan sonra avtomobilə əyləşilir. Avtomobilə əyləşməmişdən əvvəl ona xüsusi çixol taxılır. Bu mütləq olmalıdır da, bu çixol olmalıdır. Bəli, çünki ola bilər ki, avtomobildə ola bilər ki, hansısa bir, yəni oturanda o kirlənə bilər deyil axır. Olmasın deyə bu çixolların salınması. Hətta sükana belə və bir oturacağa və sükanacağa. Bəli. Düzdürmü? Yəni bunu sizin biləsiniz ki, yəni rəsmi servisdə bunu edirlər, servislərin qaydası budur. Amma Əhməd bəyinin postuna gələndə, Əhməd bəyinin postunda bu olmayacaq. Bu görüntülü bir şey olduğu kimi, Əhməd bəyinin postunda da bunlar ola bilər. Ola bilər. Ola bilər, bəli. Biz ona nəzər getirək. Avtomobildə niyə əyləşməyək? Mən onu bir dəqiqə sizə göstərim.
yoxlanma elementləri, salonda olan yoxlanma elementləri var. Məsələn, siqnal çalışdı. Biri çalışdı, biri çalışmadı. Qeyd etdik ki, bunun biri çalışmadı. Bunu yoxlayır. Sonra açarı açdıq. Bütün işıqların yanmasını yoxladıq. İşıqlar hamısı normalda yanırmı, yanmırmı? Çünki ola bilər ki, bəzi hallarda görürsən ki, təhlükəsizlik yastıqları bahalı olduğundan onu hardasa ləğv edirlər və onun əvəzinə onun işığını da buradan söndürürlər. Sən açırsan, görürsən burada heç təhlükəsizlik yastığının işığı yanmır. Artıq ona diqqət etmək lazımdır ki, ola bilsin ki, bu avtomobildə onlar çalışmır. İşıqların yanmasına baxdıq, hər şey qaydasındadır. Ondan sonra deməli, şüşə siləcəklərini yoxlayırıq. Çalışırmı, çalışmırmı? Əyri vurur. Bəli, əyri vurur və Ümid edirəm suyu təmizdir. və bu mayedən biz gördük ki, mayeye donmayan maye deyil. Biz bu vaxtda adi sudur, nə yuma özelliği də yoxdur bu suyun və ləkəli qalıb və gördüyümüz kimi siləcəklər tam olaraq silmir. Baxın, orta hissədə iz qalıb. Bu haqda da biz Yəni akta qeyd edəcəksiniz ki, bax qardaş bunları dəyişmə məsələsi. Bəli, bunlar dəyişmə məsləhətdir və donmayan mayədən istifadə etmək lazımdır, qışda probleminiz olmasın. Bunu yoxladıq. Bundan sonra biz deməli peçin işləməsini yoxlayırıq. Bu həm də yəni qarşıda qış gəlir və ilaxır. Kondisioner sisteminin işləməsini yoxlayırıq. Çalışdı, çalışmadı. Radyonun işləməsini yoxlayırıq. Çalışdı, çalışmadı. Sadece dediğimiz bu şeyler yasak. Qısa yoxlama nəticəsində biz çox şeyi yoxlamış olduq. Baxdıq, güzgülər, şüşələr normaldır. Arxa qızdırıcı çalışır, çalışmır, bütün bunları yoxladıq. Salonda demək olar ki, hər bir şeyi yoxladıqdan sonra avtomobili çalışdırırıq. Avtomobilin çalışdırılmasında diqqət etdiyimiz məqamlar ondan ibarətdir. Avtomobil normal işə düşdü mü? Start sistemi normaldır mı? Normal deyil. Düzdür, bu avtomobildə sonradan elektronik diaqnostika olunacaq, amma bu təqribən bizə imkan verir ki, ortalama qiymətləndirmədəki mühərrik necə tutulur? Mühərrikin səsinə kənardan qulaq asırıq. Bütün bunlar normaldır. Söndürdük. İşıqları yandırdıq. İşıqları yoxlamaq lazımdır. İşıqları yoxlamaq lazımdır. Və neytralda olmalıdır o? Bu halda yoxlama anında biz arxa işığı da yoxlayacağıq deyə biz bunu evdə də qoya bilərik. İşləyir, ikisi də yanır. İkisi də yanır. Əla, deməli, dönmə işıqlarını yoxlayırıq, duman əleyhinə işıqları yoxlayırıq. Bütün bunları elə bir əməkdaşlar baxır, ön işıqlara yoxlanılır. Hal-hazırda bizim buradan gördüyümüz kimi, Tural bəy, ya işığın yanmır biri. Hayır, ikisi de yandı. Əgər yanırsa bu tərəfin işığı çox nansatır və gördüyümüz kimi bu yəni aşağıya vurur. Çox yuxarı vurur, bu çox aşağıdadır. Və ondan da əlavə oxşur ki, işıq yerində düzgün durmur, çünki onun xətti də doğru deyil. Xətt də səhvdir. Bax, Bəli. bizdə o şəhərdə qarşıdan bir maşın gəlir, baxırsan ki, işıq gözdə vurur. Amma yaxın vuran işıqla gəlir. Əslində səbəblərdən bir çoxu budur. Yəni ksenonları qoyuruq kənara, yəni adi sarı işıqlarda belə. Bax, səbəbi budur. Çünki işıqlar belə kasoid, çək gözdür. Burada bu avtomobildə işığın səviyyəsinin tənzimlənməsi var. Amma yenə də əyridir. Ya fikir verirsiniz, Yenə də əyrilik qalır. Baxın, qalxmağa qalxır, qalxma düşmə, yəni normal çalışır, amma yəni doğru deyil. O lampanın ya keyfiyyətsiz lampanın ya yerində düzgün durmayıb və ondan da əlavə bucağı da doğru deyil, düzgün qoyulmayıb. Bütün bunlardan sonra biz maşından düşürük və daha doğrusu əməkdaş maşına düşür və sonra nəyə baxır maşına? Bu yəni kənardan baxdığımız və qeyd etdiyimiz elementlər oldu və hal-hazırda biz avtomobili qaldırıb onun işlək hissələrini yoxlayırıq. Rəqəni qaldıraq. İlk olaraq elə bir yağların səviyyəsi yoxlanılır. Necədir? Çox isti vaxtda onu açmaq olmaz yəni. Çox isti vaxtda bəli, təhlükəlidir və vaxtda məlumat orada yazılır. Bu əyləc mayesidir. Bunun hamısını ona görə kontrol edək ki, aşağı servisə düşəndə bilsinlər ki, nələrə baxacaqlar, nəyə baxır və müştərinin həmin bunları dəqiqləşir. Baxsanda falan şey düzdür, falan şey yaxşıdır. Bu təmirlər olunmalıdır, qiyməti bu qədər olacaq, bu qədər müddət aparacaq və
bütün bu elementlər. Yəni rezin niyə yoxlayır o? Rezinlərdə birincisi onu yoxlamaqla bəzən görürsən ki, onun içərisində qırılma olur və onu belə hiss etmək olur ki, orada qırılma var, yoxsa yoxdur. Həm də orada suyun olub olmağı yoxlamaq olur. Təbii. Deməli, bunu qaldırır. Qalxandan sonra ilk təkərin təzyiqinə baxırlar. Bəli, təkərin təzyiqi yoxlanılır. Çünki təkərin təzyiqinə baxanda az-çoxlu ondan bilmək olar ki, təkərin təmirə ehtiyacı var, yoxsa yoxdur. Aha. Həm də burada fırlatmaqla təkərə əgər balaca nəsə bir şey batıbsa, onda onu biz görə də bilərik. Bu müştərimiz bizim deyəsən Dağ yolları. Dağ yollarında sürməyə xoşlayır və onun təkəri səhv etmirəmsə qış təkəridir. Deməli, təkərin təzyiqləri yoxlanandan sonra daha hündürlüyə qaldırılır və bunun məqsədi nədir? Yəni, bundan yuxarı nəyə baxmalıyıq? Bu hündürlük ustanın boyunluğuna asılıdır. Onun rahat olaraq aşağıda işləməsini Yəni, usta indi burada nəyə baxacaq? İşlək hissələrə baxacaq və o bir-bir baxdıqca biz onu qeyd edərik. Tural Bey, baxın, bu qış təkərinin protektorunun formasıdır. Baxın, necədir? Qış təkəri də belə protektorlar olur və üst tərəfdən də onun üzərində bu qar işarəsi göstərilir və yazı olaraq MS. MS. Bu, yəni, belə deyək, payız qış olan bir şey. İndi qardaş bu lomla nəyə yoxlayır? Bu pulkalar var, təkər kəpliyinə təsir edən, onların lüft olub olmağını yoxlayır. Əgər onlarda lüft varsa, onu dəyişdirmək lazım. Artıq səsi edir. Bu bir. Yəni, rəsmi servis bunu eləməli. Bütün Yoxlanmasa? yoxlanmasa nasazlığı gec aşkar oluna bilər və nəticədə Müştəriyə ziyan verir. müştəriyə ziyan dəyəcək. Ümumiyyətlə nəzərdə tutulur ki, hər yağ dəyişmə intervalında, daha doğrusu texniki servis intervalında müştəri gələndə onun bütün problemləri həll olsun. Məsələn, tutaq ki, bunun əyləc qəlibləri 3000-dən sonra xarab olacaq. Onu indidən dəyişmək lazımdır. Bir də müştəri gedib 3000-dən sonra gəlib bir də əyləc qəlibini niyə dəyişsin ki? İndi dəyişsin, bir də gələn servisə gələr. Hər bir şeydən ötürü o əlavə vaxt itirməsin. Bütün resursları yoxlanılır. Gördüyümüz kimi burada islanmış hissələr var, biraz yağlı islanıb və bu yağlı islanma o deməkdir ki, hansısa kipkəclər yağı saxlamır. İndi ustanın da dəqiqləşdirib deyəcək ki, hansı kipkəcləri dəyişmək lazımdır. Deməli, bu yağın axmasını göstərir. Bəli. Yəni, orada artıq nəyəsə dəyişmək lazımdır. Bəli, baxın, Bu maşında yuxarıdan filtrdən motorun axır. filtri yağ buraxdığına görə manjetdən o manjet dəyişilməlidir. Motorun filtrindən bir yerdə olur o. Filtr dəyişilməlidir. Burada baxın, görsənir o yağın damlası. Dam var, buradan yaxır. Bu filtr yağla bir yerdə dəyişdirəcək və o problemi bitirəcək. Belə maşınlar var, bir də görsən belə yağ üstündə yağla gedirlər. Yəni onun qranatının pilniki də xarab olduğunu, cırıldığına görə o gələcəkdə ona qranatını səs eləməmək üçün çox fəsadlar törədə bilər. Məsələn, qış ayında suya keçərlər, su içinə keçdiyinə görə qranat xarab ola bilər. Ona görə müştəriyə deyilir ki, bu vaxtında dəyişilsin ki, qranat gələcəkdə xarab olmasın. Yəni, bu rezin dəyişməlidir. Bəli, bu rezin dəyişilməlidir. Qranatın üst pilniki gedir. Müştəri yönümlü servisdə bu olmalıdır. Amma burada bir dənə qəşəng yazı var ki, hörmətli müştərilərimiz, avtomobilin təmiri zamanı əməyin mühafizəsi texnikləri göz qədərini müvafiq olaraq təmir sahəsindən kənarda dayanması xahiş olunur. Yəni, rəsmi servisin əsas fərqi bundan ibarət olur ki, müştəri təmir zonasında olmalı deyil. Niyə? Maşının altına girməsin. Niyə? Bu təhlükəlidir. Çünki istənilən zaman hansısa bir nasazlıq ola bilər, avtomobil liftdən düşə bilər, avtomobilin altında olan hansısa bir qurğu düşə bilər və o da zərər getirə bilər. Müştərilərin servisə daxil olması üçün onların texniki təhlükəsizlik qaydalarını bilmələri, xüsusi paltarlar geyinmələri və ondan sonra servis sahələrinə düşə bilərlər. Hansı ehtiyac yaranır ki, o düşür servis sahəsinə? Müştəri nə zaman çıxır? Çünki o otaqda, gözləm otağında o kamerada görür maşınından dəqiqən. Hansı halda ora düşə bilər?
Bizdə bəzən Gəl bax gör maşının nə gündədir onda. yox, müştərinin istəyi olmasa buna heç bir ehtiyac yoxdur. Ancaq Buna müştəri bəzən mənim dövlətim mənim maşınımdır və mən onun yanında olmaq istəyirəm prinsipinə görə yaxınlaşırlar. Bir istehlakçının hüququ deyilən bir şeydir. Yəni konkret olaraq onların hüquqlarından biri də məsələn indi maşına baxış keçirdik. Mən də sizə keçən dəfə o yağ dəyişmədə eləyəndən sonra qabları verdilər. O filtri verdilər. O işçilik sistemləri ki var ki, məsələn yağ qabıdır və s. və s. Onu niyə verirsiniz ki müştəri? Onsuz onu atacaq. Siz özünüz ata bilməzsiniz, özünüz ata bilərsiniz. Burada bir neçə moment var. Biz onu özümüz ata bilərik, biz onu özümüz atırıq. Amma müştəri bilməlidir ki, bunun avtomobilindən bu şeylər çıxıb, bunlar dəyişilib. O da onun malıdır, yəni. O bizdən malı alıb və o da onun malıdır, biz onu ona veririk. Əgər o deyərsə ki, yox, mən gördüm, aydındır, yəni ata bilərik, onda biz onu atırıq və onun avtomobilinə qoyuruq. Elə adamlar var ki, onlar yağı alırlar, daha doğrusu yağı dəyişmədən sonra yağı götürürlər, qabı deşirlər və atırlar. Niyə deşirlər? Bilməm, yəqin ki, bu düşüncədəndir ki, bu qabdan istifadə edib, bir də əlavə olaraq onun içərisinə Yağın tərkibi dəyişir ki, qabın içine tökəndə. Ola bilsin başqa yağ qoyursunuz. Yəni bir var məsələn rəsmi servisə mən inanmıram da buna eləsinə. Əhməd dayı eləyə bilər. Bir yağın içərisinə başqa yağ töküb onu sata bilər. O istehlakçının başa düşmür, amma rəsmi servisdə mən inanmıram ki, servis buna getsin. Yox, heç bir servis o işi görməz. Yəni o bizim üçün bizim avtomobilimiz və bizim müştərilərimiz daha önəmlidir. Ona görə də heç bir servis bu işi etməz. Bəzi insanlar var, necə belə düşünürlər və bu hərəkət edirlər. Bəs başqa nələr olur? Yəni avtomobil qəbul olundan sonra, yəni təmirə getməmişdən, ya daha doğrusu yağ dəyişməyə və ya hansısa getməmişdən sonra nələr ola bilər? Bütün bu yoxlamalar olunduqdan sonra bu tam olaraq yoxlama deyil. Yol sınağı deyilən bir sınaq var. Bizim üçün həmən yol sınağı deməli bizim əməkdaşımız bu avtomobili buradan götürərək servis zonasına aparacaq. Orada bu onun üçün yol sınağı olacaq, yoxlayacaq. Çünki ola bilər hansı səslər gəlsin, onu müştərimiz eşitməmiş olsun. Bu səslər gəlsin, o səslərə görə də öz gördüyü işləri qeyd edəcək. Daha sonra qeyd olunmuş, burada qeyd olunur və müştəriyə orada çatdırılır. Gözləmə zalında, səndə bunlar dəyişməlidir. O razılıq versə ki, dəyişir, daha sonra maşın gelir, servis zonasına və həmən işlər görülür. Sonradan da bir təhvil prosesi baş verir. Təhvil prosesi də ondan ibarət ki, görülən işlər haqqında məlumat verilir. Ola bilsin ki, görülən işlərdə hansısa əlavələr olsun, bu haqda qabaqcadan müştəriyə məlumat verilir və bu əlavələrlə müştəriyə xəbər verilir ki, sizin avtomobiliniz plan vaxtı hazırdır. Avtomobil daha bu vəziyyətdə yox, yuyulmuş vəziyyətdə müştəriyə təhvil verilir. Beləliklə, siz avtomobilinizi servisə təhvil verirsə, bütün bunlara diqqət eləmək lazımdır. Əgər servisdə görsəniz ki, belə şeylər eləmirlər, deməli o servis bu qədər də belə müştəri yönümlü servisdir. Yəni son gəlişiniz olur, hətta qapıdan da geri qayıda bilərsiniz. Çünki bunlar sizə hörmət eləməlidirlər. Çünki siz bura pul xərcləyirsinizsə, sizin avtomobilinizə və sizə hörmətlə yanaşmalıdır. Həmçinin öz işlərinə və əməklərinə. Çünki əgər yaxşı diqqətlə sürücüyə yanaşılmasa, həmin servisin tezliklə müflis olması bilirsiniz. Avtomobildə hansı bir yanlışlıq varsa, səhv varsa, o müştəriyə deyilməlidir. Yəni sən bilməlisən ki, burada təkcə yağ dəyişmə yox, burada məsələn rezini də dəyişməlisən, sepi də dəyişməlisən, nə bilim başqa bir şeylər dəyişməlisən. Ümumiyyətlə yağ dəyişmə termini ancaq Azərbaycanda var. Ancaq Azərbaycanda var. Yağ dəyişmə termini deyilən bir termin yoxdur. Avtomobildə texnik qulluq var. Texnik qulluğun da vaxtlar var. Məsələn, nə qədərdən bir, hansı qulluqlar olsun. Məsələn, bizdə TO1, TO2 kimi qulluqlar var avtomobilə və ona da müəyyən əlavələr var. Məsələn, avtomobildə ancaq yağ dəyişilmir. Bunun hava filtri dəyişilməlidir, bunun içəridə salonun kondisioner filtri dəyişilməlidir, sizin maşında olduğu kimi və bəzi detallara baxılmalı və qiymətləndirilməlidir. Elə avtomobillər var, qiymətli avtomobillər, bir Yapon avtomobili var, mən tanıyıram. Onun mostları tez-tez sıradan çıxır. Bu görürsən nədən sıradan çıxır? Məlum olur ki, bunlarda hər 50 mindən bir mostun yağını dəyişmək lazımdır. Amma heç bir yağ dəyişmə onu etmir. Niyə? Çünki digər Alman maşınlarında onlar deyirlər ki, ömürlüydür, dəyişilmir. Amma Yapon maşını tələb edir ki, dəyişilsin. Çünki o başqa rejimdə işləyir və başqa yağdan istifadə edir. Ona görə də hər bir servis intervalını avtomobilə uyğun olaraq bilmək lazımdır və həmən servis intervalını nəyin dəyişilməsini həmən avtomobildə
yerinə yetirmək lazımdır ki, avtomobildə əlavə xərclər əmələ gəlməsin. Və ümumiyyətlə avtomobilində problem yaranırsa, deməli avtomobili o qədər də yaxşı tanımırsan. Çünki orada təlimat kitabçasında bir çox şeylər qeyd olunur. Həmçinin ixtisaslı servisə müraciət etmək lazımdır. Qonşumuz Əhməd dayı belə dedi, 40 ildir çilingər işləyir. Ona görə o bilər bu tipli yanaşmalar etmirsiniz. Yalnız və yalnız rəsmi servisə getmək lazımdır. Bu işdə sizə avtoservis layihəsi kömək ola bilər. Elçin müəllim, təşəkkür edirəm. Sağ olun. Avtoservis layihəsi Performans Centerlə bərabər hazırlanmış bir layihədir və dostlar, Performans Centerin Zərdabi 88-də yerləşən servisimiz gecə saat 1-ə qədər işləyir. Amma bu Babək servisi axşam saat 9-a qədər. Yəni işdən çıxanda belə gətirib avtomobilinizi servisdə düzəltdirə bilərsiniz, yağ dəyişmə elə bilərsiniz və ya texniki yoxlanışdan da keçirə bilərsiniz. Gələn həftə görüşərik. Qismət olsun. Seçimini Chevrolet Net kampaniyası xüsusi 5500 manata qədər yeni il endirimləri və daha sərfəli şərtlərlə davam edir. Bu ilin sonuna qədər Chevrolet Aveo bütün xərclər daxil ilkin ödəniş 2800 manat, aylıq ödəniş isə cəmi 270 manat. Chevrolet Cruze bütün xərclər daxil ilkin ödəniş 3600 manat, aylıq ödəniş isə cəmi 333 manat və manatla leasing. Yeni ilə, yeni avtomobillə uğurlu başlanğıc et. Chevrolet, find new roads.